Biz assosiasiya olaraq Kobiyan dəstəyi ilə yaradılmış bir kommersiya hüquq şəxslərinin ittifaqıdır. Artıq 4 ilə yaxın ki, fəaliyyət göstərir. Bizim demək 120-yə yaxın tikinti şirkətləri var ki, hansı ki bizə üzvdülər. Eyni zamanda tikintiyə aid olan istehsal sahələri bizdə üzvdülər. Bizim əsas məsələləri Zahid müəllim, Orxan müəllim bütün problemli məsələləri üstörtülü olsa da dedilər. Mən biraz daha həmkarların adından biraz daha açıq demək istəyirəm. Ona icazə verirsiniz. Eyni zamanda biz Şəhərsalma Arxitektura Komitəsi ilə də biz onların işlərin, fəaliyyətlərin yeni rəhbərliyi ilə biz çox bəyənirik. Eyni zamanda şirkət rəhbərləri də razıdırlar ki, əvvəlki dövrdə kim necə gəldi, harda gəldi, inşa edirlərdi binanı. Bu çox narazılıq hallar çox idi. Bizim əsas problemlərdən məsələ budur ki, Bakı şəhərində olan torpaqlar ki var, hansı ki boş ərazilər, orada tikinti icazələr üstünlük verilmir, verilir əsasən köhnə qalmış binalarla bağlı. Bu köhnə olan binaların köçürülməsi ilə dövlət dəstəyinə ehtiyac var. Misal olaraq, dövlətin köçürdüyü ərazi, istər yol və parkın salınmasına dövlət dəstəyi Nazirlər Kabinetinin qərarı ilə köçürülür rahat şəkildə. Ancaq bu sahibkarlara gəldikcə, sahibkarlara dəstək olunmur, kömək olunmur. Bununla bağlı sahibkarlara qanunverici orqanda, Milli Məclisdə deputatlarından da biz xahişimiz oldu ki, bu məsələ ilə bağlı bir münasibət bildirsinlər, bununla bağlı bir qərar qəbul olunmalı ki, bu sahibkarlar investorlardır. Bu hər bir pul ödənilir, gecikmələr olur. Bu hər bir sahibkarın cibindən gedir. Ehtiyat eləyirlər, mən sizə deyim. Bu gün bizim Rusiyadan da və başqa ölkələrdə o qədər investorlarımız var ki, Azərbaycanda investisiya yatırmaq istəyirlər tikintiyə. Və tikinti isə deyim ki, eyni zamanda ən maraqlı sahədir. Şəhər abadlaşır, gözəlləşir. Eyni zamanda pullu sahədir. Hamının daha çox marağı var. Ona görə də təklif edirik ki, bizim bu köçürülmə ilə bağlı olan məsələləri Milli Məclisdə və dövlət rəsmiləri bizə dəstək olsunlar ki, bu məsələlərin biz daha aktiv köçürülmə prosesləri aktiv şəkildə olsun. Misal üçün, burada oturan həmkarların 90%-dən çoxsunun bu söküntü ilə bağlı problemləri var. Bəziləri də özləri söz veriləcək, deyəcək özləri də. Biz assosiasiya olaraq da onların təkliflərini, fikirlərini alıb bu məsələdə qeyd edirik. Eyni zamanda bu beton zavod sahələri ilə də bağlı çox böyük problemlər var. Sizə inanırım ki, Bakı şəhərində 80-90% beton zavodları real işləmirlər. Bu, Daxili İşlər Nazirliyi yük maşınlarının gündüz istifadəsinə bağlı problemlərdir. Eyni zamanda gecə vətəndaşların da istər qazıntı zamanında, istər başqa beton verilən çox az vaxt qoyurlar. Saat 10-dan 6-ya kimi vaxt qoyurlar. Bu da katlavan, bünövrə tökülən vaxtı bu 5-6 saat onu vermək qeyri-mümkündür. Yəni, müəyyən məsələlər var ki, bununla bağlı konkret addımlar artmaq lazımdır. Zahid müəllim, sizdən də xahişimiz oldu ki, bu məsələni biz söhbət elədik, danışdıq. Bunun nəticəsi olsun ki, bizim bu köçürülmə ilə bağlı istər Şəhərsalma Komitəsi, istərsə də Qanunvericilik Təşəbbüslər Mərkəzi dövlət orqanları ilə bir yerdə bunu kömək eləyəsiniz ki, bu köçürülmə prosesi vahid bir platforma əsasında formalaşsın və bu məsələ öz həllini tapsın. Müəyyən çox köçürülmələr var ki, valla özümüz də indi tikinti işində görürsünüz də, çox problemlər var. Narazılığı da çoxdur. Mən detallı girmək istəmirəm, vaxt azlığı var. Bəzi məsələlər də var ki, statistik məlumatları Zahid müəllim də dedi. Bizim 2024-cü ildə tikinti sektorunda investisiyalar əvvəlki ilə müqayisədə 12%-dən artaraq 5 milyard manata çatmışdır. 2024-cü ildən işğal azad edilmiş ərazilərdə bərpa yenidən qurma işlərinə ayrılan 2,2 milyard dollar vəsaiti tikinti sektorunun inkişafına yönəldilmişdir. Son 10 ildə adam başına düşən yaşayış sahələri 17%-dan 17 kvadratdan 20 kvadrata qədər artmışdır və ümumi sahəsi 702 min kvadrat olan 10 mindən çox yaşayış binaları da istismara verilmişdir. Və Bakıda 11 mindən çox bina köhnəlmiş və söküntüyə məruz qalacaq obyektlər kimi də var. Bu, əsasən Sovet dövründə inşa edilmiş 2 mərtəbəli, 5 mərtəbəli binalar da var ki, eyni zamanda bizim əsas məsələlərlə bağlı, mən öz fikirlərimi dedim, problemlər əsas bizim mövzumuz köçürülmədir, bugünkü gündə tikinti ilə bağlı. Ona görə də bizim həmkarlar tikinti inşaat sektorunun aparıcı qüvvələri də burada əyləşiblər. Mən onlardan da xahiş edirəm, daha aktiv olsunlar, daha öz sözlərin, fikirlərini desinlər ki, bizdə çox hörmətli Şəhərsalma Komitəsinin rəhbərliyi də burada əyləşiblər. Onlar da öz fikirlərini deyəcəklər.
bəlkə bizim bilmədiyimiz məsələlər var ki, biz ona bilmirik, ona görə də müəyyən narazılıqlar əmələ gəlir. Eyni zamanda hər şey yaxşıdır, hər şey gözəldir şəhərsalmada, şəhərsalma komitəsində. Bizim bir məsələmiz də var ki, biraz sənədlərin gecikmə prosesi var. Misal üçün, yaşayış bir mərtəbəli həyət evlərinin tikintisi, bu hamısı gözəldir, elektronlaşdırıb, hamısı rahat tikinti gedir, bu çox super əladır. Eyni zamanda bu yaşayış kompleksi, bina tikintisindən bağlı olan məsələ də elə bir sürətlə davam etsə, daha da investisiya artar. Eyni zamanda sosial məsələlər burada daha çox olacaq. Orxan mənim də qeyd edər ki, bir tikintinin inşasında ən azı siz özünüz də bilərsiniz ki, 500-ə yaxın muzlu işçilər işləyir və orada nə qədər də olsa bizdə sosial vəziyyət, bu marketin inkişafında da öz işini görür, tikinti materiallarının mağazinlər satışında da istifadə edilir, mebel salonun satışında. Bu zəncirvari bir tikinti prosesi sistemdir. Ona görə də bunun ətrafında daha çox tikinti inkişaf elətdirməlidir. Eyni zamanda vergi ilə bağlı çox sağ olsunlar, yeni rəhbərlik gəldi. Vergi əvvəlki dövrlə müqayisədə çox daha yaxşı olub. Vergilər Nazirinə də öz təşəkkürümüzü bildiririk ki, Vergilər Naziri əvvəlki ilə müqayisədə binanın bünövrəsini tökürdülər. Eyni zamanda sırazılı vergi cəlb olunurdu, vergi istəyirdi. Amma indiki vəziyyətdə elə deyil. Satışın var, pul qazanırsan, vergi verməlisən. Əvvəlki dövrdə belə deyildi. Ona görə də biz təklif eləmişik, regionlarda da tikintinin inkişafı ilə də bağlı biz təklif eləmişik Nazirlər Kabinetinə də, onların şöbə idarələrinə ki, regionlarda tikintinin inkişafı üçün ən azı 10 il müddətində vergidən azad olunsun həmin tikinti şirkət, eyni zamanda dövlət rüsumundan azad olunsun, şəhərsalma komitəsində olan rüsumundan, vergilərə gedən rüsumlardan ən azı bir onlara eyni zamanda biz Sahibkarlığa Kömək Milli Fondu ilə də kredit məsələsi ilə də bağlı onların rəhbərliyi ilə görüşlər keçirmişik və təklif eləmişik ki, ən azı tikinti şirkətlərinə minimal regionlar üzrə 2 milyon manata yaxın kredit ayrılsın ki, o insanlar regionlarda inkişaf olunsun. Belə, çox sağ olun, minnətdarım hamınıza. İnşallah ki, bu tədbirin nəticəsi yaxşı olar və daha da irəliyə gedərik, inkişaf eləyərik. Çox sağ olun.